Doğmuş bir atomlu spirtin 1 molun tam yanmasına sərf olunan oksigenin miqdarı reaksiyadan alınan suyun miqdarına bərabər. Spirt molekulunda sigma rabitələrinin sayını tapın deyir. Spirtin yanma reaksiyasının tənliyi CN doğmuş bir atomlardır. CnH2 üstəgəl 1 OH üstəgəl 3n bölünsün 2 O2 N karbon qazı və N üstəgəl 1 sudur. Bizə nə deyir burada? Sərf olunan oksigenin mol miqdarı alınan suyun mol miqdarına bərabərdir. Yəni 3n bölünsün 2 bərabərdir N üstəgəl 1-ə. Buradan da 3n bərabərdir 2n üstəgəl 2, n də bərabərdir 2. Deməli, söhbət gedir C2H5OH-dan. Buradan da sigma rabitə sayı, ümumi atom sayı 7, bu da 2, 9'dur. 9'dan da 1 çıxırıq, olur 8. Ümumi atom sayından 1 çıxanda alifatiklərdə ümumi sigma rabitəni tapa bilərsiniz. Cavabımız Y variantı.